Bəzən insanın içi sözlərlə dolu olar, amma dili susar. Ətrafın insanlarla doludur. Ailən, dostların, iş yoldaşların, amma sən özünü kimsəsiz bir adada hiss edərsən. Çünki bilirsən ki, qəlbindəki o dərdi, o qorxunu, o peşmanlığı kimə danışsan, səni tam anlamayacaq, ya qınayacaq, ya da boş ver deyib keçəcək. Bəlkə elə günahların var ki, özündən utanırsan. Bəlkə elə arzuların var ki, dilə gətirməyə qorxursan və o sözlər içində yığılıb dağa dönür, boğazında düyünlənir. Gecələr yastığa başını qoyanda o düyün səni boğur. Əziz dostum, bugün sənə bir həqiqəti xatırlatmağa gəldim. Sən tək deyilsən və sən susqun deyilsən. Sənin o heç kimə deyə bilmərəm dediyin sirlərini hələ sən dilinə gətirmədən bilən biri var. O, sənə şah damarından daha yaxındır. O, sənin qəlbinin döyüntüsünü, gözünün yaşını, içindəki o səssiz fəryadı eşidir. O, Rəbbindir. O, Allahdır. Bugün, gəl üzümüzü insanlardan çevirib ona tutaq. Gəl danışaq, amma dillə yox, qəlblə. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm ən çətin anlarında Rəbbi ilə necə dərdləşərdi? Bugün ruhumuzun qapılarını Rəbbimizə açacağıq. Qorxma, o qınamaz, o sadəcə dinləyər və bağışlayar. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur: Allah qara gecədə, qara daşın üzərində gəzən qara qarışqanın ayaq səsini eşidir və onu görür. Düşün, qarışqanın ayaq səsini eşidən Allah sənin qəlbinin qırılma səsini eşitməzmi? Sənin içindəki o naləni duymazmı? Bir gün səhabələr dua edərkən səslərini çox ucaltdılar, qışqıraraq dua etməyə başladılar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onları saxladı və buyurdu: Ey insanlar! Siz kar olan və ya uzaqda olan birinə səslənmirsiniz. Siz hər şeyi eşidən və sizə çox yaxın olan Allaha dua edirsiniz. Bax, problemin kökü buradadır. Biz Allahı uzaqda zənn edirik. Ona görə də dərdimizi insanlara danışmağa qaçırıq. Halbuki, insanlar acizdir. Onlar səni dinləyər, amma çarə ola bilməzlər. Amma Allah, o həm dinləyər, həm çarə olar, həm də sirrini saxlayar. İnsanlar sirrini yayar, Allah isə örtər. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin həyatından ən təsirli səhnəni xatırlayaq. Taif günü. Onu daşlamışdılar. Qan içində idi, qovulmuşdu, tək idi. O an nə etdi? Kimə şikayət etdi? Bir ağacın altına oturdu, əllərini açdı. İnsanlara bəddua etmədi. Niyə mən demədi? Sadəcə Rəbbi ilə danışdı. O məşhur duanı etdi. Allahım, gücümün tükəndiyini, çarəsiz qaldığımı və insanlar arasında xorlandığımı ancaq sənə şikayət edirəm. Yəni, sənə danışıram. Əgər sən mənə qəzəbli deyilsənsə, çəkdiyim bu əziyyətlərin heç bir önəmi yoxdur. Bu, bir qulun Rəbbi ilə ən səmimi söhbətidir. Allahım, hər kəs məni tərk etdi. Sən ki varsan, bəsdir. Sən mənim qəlbimi bilirsən. Bax, bizə lazım olan budur. Rəsmi dulaları bir kənara qoy. Allahla dostunla danışan kimi danış. Allahım, yoruldum de. Allahım, qəlbim qırıldı de. Allahım, mən bacarmıram, sən kömək etdi. Münacatların sultanı İmam Əli əleyhisselam. O gecələr hamı yatanda qalxar, xurma bağlarına gedər və Rəbbi ilə baş-başa qalardı. İmam Əli əleyhisselam buyurur ki, Allahla xəlvətə çəkilən, yəni tək qalan insanın başqalarının ünsiyyətinə ehtiyacı qalmaz. İmam bizə öyrədir ki, əsl rahatlıq insanın Allahla tək qaldığı andır. Biz niyə qorxuruq tək qalmaqdan? Çünki içimizdəki səslə üzləşməkdən qorxuruq. Amma İmam Əli əleyhisselam buyurur ki, Ey Rəbbim, sən səni çağıran hər kəsə cavab verənsən. Sən qəlblərin sirrini bilənsən. Qullar səndən qaçsa da, sən qullara qucaq açarsan. Düşün ki, elə bir dostun var ki, sənin ən pis, ən utanc verici tərəflərini bilir
amma yenə də səni sevir, yenə də səni ruziləndirir. Bu dost Allahdır. İmam Əli əleyhissalam buyurur ki, insanlardan istəmək izzəti, yəni ləyaqəti azaldar. Allahdan istəmək isə izzəti artırar. Dərdini qula desən zəif görünərsən, Allaha desən güclənərsən. İmam Əlinin o məşhur Kufə məscidindəki münacatını xatırlayaq. Mövlaya ya Mövla, ey ağam, ey sahibim, sən Mövlasan, mən isə qulam. Qula Mövlasından başqa kim rəhm edə bilər? Sən yaradansan, mən yaradılanam. Sən güclüsən, mən zəifəm. Sən verənsən, mən dilənçiyəm. Bu cümlələr sadəcə söz deyil, bu egonun sınırılmasıdır. Allahla danışarkən maskanı çıxar. Mən yaxşıyam demə, mən pisəm, mən acizəm, sənə möhtacam de. Allah qəlbindəki səmimiyyətə baxır. Sən nə qədər səmimi olsan, o sənə o qədər yaxın olar. Bəs biz Allahla necə danışaq? Bunun bir qaydası varmı? Əziz dostum, ən gözəl qayda qaydasızlıqdır. Ürəyindən gəldiyi kimi. Amma gəl sənə bir yol göstərim. Bu gecə bunu yoxla. Otağına gir, qapını bağla. Bir müddət heç nə demə, sadəcə Allahın hüzurunda olduğunu hiss et. Günahlarını, səhvlərini, qorxularını bir-bir ona danış. Sanki bir dostuna danışırsan. Allahım, filan işi etdim, peşmanam de. Sonra nə istəyirsənsə, dünya üçün, axirət üçün, qəlbinin rahatlığı üçün utanmadan istə. Unutma, Allah qəlbindəkini bilir. Demək, danışmağa ehtiyac yoxdur demək deyil. Allah istəyir ki, sən ona danışasan. Çünki danışmaq güvənməkdir. Danışmaq təslim olmaqdır. İndi isə gəl birlikdə Rəbbimizlə danışaq. Sözlərin bitdiyi, qəlbin danışdığı yerə gedək. Səndən xahiş edirəm, gözlərini yum, əlini qəlbinin üzərinə qoy. Orada səni incidən, səni yoran nə varsa, hamısını ovucuna topla və Rəbbinə təqdim et. İndi mənimlə birlikdə bu isimləri və cümlələri təkrar et. Ya Səmiya, yəni ey hər şeyi, hətta qəlbimdəki səssiz pıçıldanı belə eşidən Allahım, məni eşidirsən, bilirəm. Ya Aliməz-Zətis Sudur, yəni ey kökslərdə gizlənən sirləri bilən Allah, mənim içimi məndən yaxşı bilirsən, dərdimi sənə ərz edirəm. Ya Həbibəl-Qulub, yəni ey qəlblərin sevgilisi, insanlar məni tərk etdi, amma sən qaldın, mənim səndən başqa kimim var? Ya Səttarəl-Uyub, yəni ey eyiblərin örtən, mənim günahlarımı, eyiblərimi üzümə vurma, məni ört, məni təmizlə. İlahi və Rabbi, yəni ilahim və Rəbbim, mən gəldim, qapına gəldim, qırıq bir qəlblə gəldim, məni boş qaytarma. Sən danışdın, o dinlədi. Sən istədin, o qəbul etdi. Artıq tək deyilsən. Sənin hər an səninlə olan, qəlbinin ən dərin küncünü bilən bir sahibin var. İnsanlar səni anlamasa da olar. Allah bilir, yetər. Əgər bu video sənin ruhuna toxundusa, əgər birazca da olsa yüngülləşdinsə, zəhmət olmasa videonu bəyənərək və paylaşaraq başqalarının da qəlbinə toxunmağımıza vəsilə ol. Kanalımıza abunə ol. Və rəy bölümündə sadəcə Rəbbinə xitabən bir cümlə yaz. Allahım, sən bilirsən, bu mənə yetər. Qəlbiniz hüzurlu, duanız qəbul, sirdaşınız Allah olsun. Hələlik, Allah amanında.